Bütün apostrof s'lər yiyəlik hal deyil. Biz dedik ki, ingilis dilində canlı isimlərin yiyəlik halı apostrof s ilə düzəlir. Lakin biz apostrof s'i həmişə yiyəlik hal kimi götürə bilmərik. Əgər cümlədə it's, she's, his, this, that, whose, what, let's gördükdə biz bunu apostrof s kimi götürə bilmərik. Çünki it's bərabərdir it is-ə, yəni it's is-in qısaldılmasıdır. It's olur it is, she's olur she is, his olur he is, this olur this is, that olur that is, whose olur who is, what olur what is, let's olur let us. Yəni ki, bunları gördükdə biz bilməliyik ki, apostrof s'lər izin qısaldılmasıdır. Let's-də isə let us, yəni burada isə apostrof s asın qısaltmasıdır. Belə.